Deməli, dünyanın çayları mövzusudur. Burada ilk öncə Avropanın çaylarına baxacaq ki, hansı çay hansı dənizə tökülür. Ən çox yəni buna diqqət eləyəcək. Deməli, ən önəmli çaylardan Wisla, Odra. 2-2 götürəcək. Baxın, Wisla, Odra töküləcək Baltik dənizinə. Reyn, Elba töküləcək Şimal dənizinə. Özünüzdə də belə qeyd aparın. Düzdür, burada Neman var, Daugava var. Qərbi Divina deməkdir. Daugava ikinci adı. Nemandır, Wisladır, Odradır. Bunlar hamısı Baltik dənizinə töküləcək. Sonra burada Reyn, Elba dedik, Şimal dənizinə töküləcək. Bir dənə Sena burada La-Manş boğazına töküləcək. Sonra Loara və Harona. Bunlar da töküləcək Biskay körfəzinə. Bunları 2-2 özünüzdə qeyd eləyin. Wisla, Odra, Elba, Reyn, Sena, sonra Loara və Harona. Sonra Priney yarımadasının çaylarından Taxodur, Dorodur, Ebrodur, Guadalquivir'dir. Bunun adını öyrənməsəz də olar, amma Taxo, Doro, Ebro çayı bir də Aralıq dənizinə tökülür. Qalanları birbaşa Atlantik okeanına tökülür. Ebro bir dənə Aralıq dənizinə töküldü. Sonra burada gələcək Po çayı var. Po çayı töküləcək, Alp dağlarından başlayır, töküləcək Adriatik dənizinə. Bir də Tiber çayı var. Tiber də İtaliyadadır, o da birbaşa Aralıq dənizinə töküləcək uşaqlar. Sonra gələcək burada 3 dənə D hərfi, Dnepr, Dnestr və Dunay. Üçü də töküləcək Qara dənizə. Bir də Don çayı var, Azov dənizinə töküləcək. Bunu ancaq özünüzdə qeyd eləyərək, bir də videonu tez-tez izləyərək öyrənə bilərsiniz. Bir də burada Xəzərə şimaldan tökülən çaylar var. Uraldır, Qazaxıstan, Rusiya, Volqa birbaşa Rusiyadan tökülür. Özdə Volqa Avropanın ən uzun çayıdır. Dunay çayı da 10 ölkədən keçən çaydır. Avropada 10 ölkədən 4 paytaxt şəhərindən keçir. Deməli, Qara dənizə tökülənlər hansılar oldu? Dnepr, Dnestr, Dunay ardıcıllığı da öyrənin mütləq. Sonra Don çayı da töküldü Azov dənizinə. Sonra burada Asiyanın çaylarından, deməli, Asiyanın çaylarından bir dənə başlayırıq. Asiyanın çayları əsas deməli Şimal Buzlu okeanına, Sakit okeana və Hind okeana, bir də daxili axarsız sözlənən çaylar da var Asiyada. Baxaq hansılardır və hara tökülürlər. Burada Ob və Yenisey çaylarını qeyd edirsiniz, Kara dənizinə tökülür. Ob, Yenisey, Kara. Yenə 2-2 götürəcəksiniz. Lena, Yana, Laptevlər. Lena, L hərfi ilə. Lena, Yana, ikisi Laptevlər dənizinə tökülür. Indigirka, Kaluma, Şərqi Sibir dənizinə tökülür və bəsdir, bu qədər. Sonra deməli bir də deyirik, Ob, Yenisey, Kara dənizinə, Lena, Yana, Laptevlərə, Indigirka, Kaluma, Şərqi Sibir dənizinə töküləcək. Sonra burada Amur çayı var uşaqlar. Gəldik indi Sakit okean çaylarından. Amur çayı özü muson rejimli çaylardır bunlar hamısı. Muson rejimli. Deməli Amur çayı tökülür Axot dənizinə. Sonra Xuanxə çayı Sarı dənizinə tökülür. Sarı rəngdədir çayın suyu da. Lillidir. Yansızı çayı tökülür Cənubi Çin dənizinə. Daha doğrusu Şərqi Çin dənizinə. Mekong isə Cənubi Çin dənizinə. Bir daha deyirik. Amurdan başlayırıq. Amur çayı Oxot dənizinə tökülür. Xuanxə çayı Sarı dənizə tökülür. Yansızdır Şərqi Çinə. Mekong da Cənubi Çinə. Bu dənizləri ardıcıl bilirik. Oxot, Yapon, Sarı, Şərqi Çin, Cənubi Çin, bunları ardıcıl bilirik. Və ardıcıl şəkildə də Yapon dənizini çıxmaq şərti ilə hamısını ardıcıl şəkildə düzəcək. Amur Oxota töküldü, Xuanxə Sarı dənizə, Yansızı Şərqi Çin və Mekong Cənubi Çin dənizinə tökülür. Muson rejimli çaylardır, yayda bol sulu olurlar. Sonra bir də Hind okeanına tökülən çaylar var ki, burada əsas nələri yadımızda saxlayaq. Burada İravadi, Saluin, ikisi tökülür Andaman dənizinə. Andaman, bitişik yazılır. Bu şəkildə də qeyd edin. Andaman dənizinə İravadi və Saluin çayları. Qanq və Brahmapudra, bu ikisi də töküləcək Bengal körfəzinə. Adını da görə bilirik, Bengal körfəzi. Andaman dənizi də xəritələrinizdə var. Sonra Hind çayı da Ərəbistan dənizinə töküləcək. Hind çayı buradan da Ərəbistan dənizinə töküləcək. Sonra uşaqlar, burada İli çayı var. İli çayı Balxaş gölünə tökülür. Gördüyünüz kimi. İli çayı. Bir də Baykal gölünə Anqara çayı tökülür. Daha doğrusu Baykal gölündən Anqara çayı başlanğıcını götürür. Yeniseyin qoludur. Yenisey çayına tökülür. Anqara çayı Baykal gölündən başlayır. Yenisey çayına tökülür. Yeniseyin qoludur. Və Baykal gölünün şirin olmağının da səbəbi, sırf axarlı olmağının səbəbi də Anqara çayıdır gördüyünüz kimi. Buradakı Ob çayının qollarıdır. Toboldur, İrtışdır. Bunlar o qədər də önəmli deyil, hələ ki lazım deyil. Sonra Xəzərə şimaldan tökülən daha bir çayın adı göstərilibdir. Enba çayıdır, Uraldır, Enbadır.
Kürdü, Arazdır, Azərbaycanın bütün çayları onsuz ki Xəzər hövzəsinə aiddir. Bir də qeyd edəcəksiniz Amudəriyə, Sırdəriyə, daxili axarsı sövzədir. Amudəriyə, Sırdəriyə Aral gölünə tökülür. Aral özdə quruyur. Son vaxtlar sahəsi kəskin dərəcədə azaldı. Aral gölü, Amudəriyə, Sırdəriyə çaylar tökülür. Aral gölünə buzlaqla qidalanan çaylardır bu arada. Mərkəzi Asiyanın çaylarıdır. Əksəriyyəti buzlaqla qidalanır. Səbəb ona görədir ki, bir də Tarim çayı da var. O da buzlaqla qidalanan çaydır. Çünki hündür dağlardan başlanğıcını götürür. Sonra burada Dəclə, Fərat çayları var. Onları da qeyd edin. İran körfəzinə tökülür. Türkiyədən başlanğıcını götürür, amma İraq ərazisinə. İran körfəzinə tökülür. Dəclə, Fərat çayları. Bir də Yaşılırmaq, Qızılırmaq çayları isə tökülür Qara dənizə, o da Türkiyənin ərazisindən. Burada İordan çayı var. İordan çayı da Ölü dənizə tökülür. Ölü dənizdə İsrail-İordaniya sərhədində yerləşir. Əsas şeylər nə oldu burada? Biz nələri öyrəndik? Ob Yenisey töküldü Qara dənizə. 2-2 yadımızda saxlayacaq. Lena Yana Laptevlər dənizinə, İndigerka Kaluma Şərqi Sibir dənizinə. Sonra gələcək şərq hissədən Amur çayı Oxud dənizinə, Xuanxe Sarı dənizə, Yansazi şərqi üçün, Mekong cənubu üçün. Sonra gələcək İravadi Saloyuna. İravadi Saloyun ikisi töküləcək Andaman dənizinə, Qanq Brahmapudra dünyanın ən çox delta, ən böyük delta yaradan çaylardır. Qanq Brahmapudra çaylarının deltası Bengal körfəzinə töküləcək, Hind çayı da töküləcək Ərəbistan dənizinə. Dəclə, Fərat töküldü İran körfəzinə, Yaşılırmaq, Qızılırmaq töküldü Qara dənizə. Tobol, İrtış, İşim, bunlar Ov çayının qollarıdır. Sonra Balxaş gölünə İli çayı tökülür. Balxaş gölünə, Amudəriyə, Sırdəriyə, Aral gölünə töküldü. Sonra nə qaldı burada? İordan çayı da Ölü dənizə töküldü. Bayaq dedik, ən duzlu göldür. Bu qədər. Afrikanın çayları. Afrikanın çaylarından ən uzunu bilirik ki, Nildir. Nil ümumiyyətcə dünyada ən uzun çaydır. Deməli, Mavi Nil və Ağ Nil deyə qolları var. Ağ Nil Viktoriya gölündən başlanğıcı, Mavi Nil isə Tana gölündən başlanğıcını götürür. Hara tökülür? Aralıq dənizinə delta yaradır özdə. Deməli, Mavi Nil və Ağ Nil. Nil çayının qolları Viktoriya və deməli Tana göllərindən başlanğıcını götürür. Daha sonra Çad gölünə bax, Şari çayı tökülür. Kongoya baxaq. Kongonun qolları var. Burada Ubangidir, Kasaydır. Bu dəqiqə hələ lazım deyil öyrənməyimiz üçün. Amma əsas məsələ Kongo çayı tökülür birbaşa Atlantik okeanına. Burada Nigerdə, Voltada, Qvineya körfəzidir. Senegaldır Atlantik okeanına. Aralıq, ümumiyyətcə Afrikanın çayları, orasını demədik. Aralıq, özür istəyirəm demək, Atlantik okeanı ilə Hind okeanı hövzəsinə aiddir. Bir də daxili axarsız hövzəyə. Atlantik okeanına, hamısı Atlantik okeanına tökülür, həmçinin Oranj. Amma Hind okeanına 2 dənə çay əsas götürəcəksiniz. Zambezi və Limpopo. 2 çay töküləcək Hind okeanına, Mozambik boğazına. Bir daha deyirik, özdəki cənub tropik xəttini 2 dəfə kəsən çay Limpopodur. Ekvatoriyalı ekvator xəttini 2 dəfə kəsən çay Kongo çayıdır. Bir daha deyirik, deməli burada Nil çayı Aralıq dənizinə töküldü. Niger, Volta, Senegal, bunlar Atlantik okeanına aid olan çaylardır. Kongo həmçinin Atlantik okeanı və Oranj Atlantik okeanıdır. Amma Zambezi və Limpopo töküləcək Hind okeanına. Nil çayının qollarında unutmuruq. Mavi Nil, Tana gölündən, Ağ Nil, Viktoriya gölündən başlanğıcını götürür. Sonra gəldik Şimali Amerikaya. Şimali Amerikanın çaylarından deməli əsas Mississippi'dən başlayaq. Çayların atası mənasını verir Mississippi. Qolları Ohio'dur, Missouri'dir və Arkansas'dır. Bu çaylar, bu qollar, yəni dərslikdə verildiyi üçün bunları qeyd edirəm. Çünki qəbula düşə bilər. Diqqətli olmalıyıq. Deməli, Mississippi töküldü Meksika körfəzinə bu arada. Qolları Ohio, Arkansas'dır və Missouri'dir. Əsas məsələ, yəni Mississippi'ni bilməlisiniz ki, hara tökülür? Meksika körfəzinə tökülür. Bir də Rio Grande çayı var. Meksika ilə ABŞ arasında sərhəddə, o da Meksika körfəzinə tökülür. Colorado çayı Kaliforniya körfəzinə tökülür. Və burada Kolumbiya çayı var. Colorado və Kolumbiya ən böyük, deməli, kanyon yaradan çaylardır. Kanyondakı çay dərəsinin dərinləşdirməsidir. Tez yuyulan suxurlardan keçdiyi üçün. Sonra uşaqlar burada 2 dənə çay var. Churchill və Nelson. 2 dənəsi, ikisi tökülür Hudson körfəzinə. Demək ki, bu 2-2 söhbəti burada da və Nelson, Churchill tökülür Hudson körfəzinə.
Görürsüz, Nelson Winnipeg gölündən başlanğıcını götürür. Mackenzie de Böyük Kölə gölündən başlanğıcını götürür. Yukon da Marş gölündən başlanğıcını götürür. Bunu da özünüzdə qeyd eləyin. Deməli, birinci Marş gölündən Yukon tökülür Bering dənizinə. Mackenzie çayı isə Böyük Kölədən başlayır, Beaufort dənizinə tökülür. Deməli, Mackenzie Şimal Buzlu Okean hövzəsinə aiddir, amma Yukon Bering dənizinə töküldüyü üçün Sakit Okeana aiddir. Deməli, Şimali Amerikada Sakit Okean hövzəsinə aid olan çaylar burada Colorado, Kolumbiyadır, Yukon çaylarıdır. Şimal Buzlu Okeanına amma aiddir Mackenzie'dir. Burada var, Nelson var, Churchill var, Hudson körfəzinə tökülən, Mississippi Atlantik Okean, Meksika körfəzinə tökülür, yəni Atlantik. Müqəddəs Lavrenti də Müqəddəs Lavrenti körfəzinə tökülür. Bir də Erie və Ontario çayları arasında Niagara çayı var. Erie və Ontario bu iki çayda göldür. O göllərinin arasında çaylar deyirəm. O göllərin arasında Niagara çayı var. Üzərində Niagara şəlaləsi var. Amma Ontariodan başlanğıcını götürür Müqəddəs Lavrenti. Elə ki burada Erie, sonra gələcək bura Ontario. Bu ikisinin arasında Niagaradır. Ontariodan isə başlanğıcını götürür Müqəddəs Lavrenti çayı, tökülür Müqəddəs Lavrenti körfəzinə. Bu göllərdə şirin sulu eləyən məhz o Müqəddəs Lavrentidir, yəni axarlı olduğu üçün şirin sulu hesab edilir. Və Rio Grande də burada qeyd etdiyimiz kimi Mississippi Rio Grande Meksika körfəzinə. Cənubi Amerikada deməli burada Magdalena çayı var. Karib dənizinə tökülür. Maracaibo gölü var. Liman mənşəli və yaxud da laqum mənşəli göl hesab edilir. Burada Orinoco çayı var. Orinoco da Atlantik Okeanına tökülür. Atlantik Okeanına. Demək olar ki, Cənubi Amerikanın əksər çayları Atlantik Okeanına tökülür. Atlantik Okean hövzəsinə aiddir. Çünki burada Ant dağları yerləşir. Ant dağları çayların hamısının şərq istiqamətdə axmağına şərait yaradır. Deməli, Amazon çayıdır. Burada ən böyük çayı Amazon çayıdır. Burada diqqət eləməliyik. Amazon çayının sol qolu burada Rio Negro çayıdır. Negro sözünü yadınızda saxlayın. Negro. Rio Negro. Rio Grande ilə qarışdırmırsınız. Şimali Amerikadakı Rio Grande'dir. Amma burada Rio Negro çayıdır. Amazonun ən böyük sol qoludur. Amma sağ qolları Madeiradır, Maranhão və Ucayalidir. Ümumiyyətcə, Amazonda kitabda da belə yazılıb ki, Amazon çayının başlanğıcı Maranhão və Ucayali çaylarından götürülərsə və bu dünyanın ən uzun çayı hesab edilir. Sonra Madeira var qollarından, Topajos var, Xingu, bəzən Xingu da deyirlər, lazım deyil bunları öyrənmək. Siz Amazonu bilsəz, Maranhão və Ucayalini bilsəz, bir də ən böyük sol qolu Rio Negro'nu bilsəz, bəsdir. Bir də burada San Francisco çayı var. Braziliya yaylasından başlanğıcını götürür. O da Atlantik Okeanına aiddir. Bir də Parana çayı var. Parana çayının qollarıdır bunlar. Parana və Uruguay, daha doğrusu Paraguay və Uruguay Parana çayının qollarıdır. O da töküldü La Plata körfəzinə. Bir daha deyirik, hansı çaylar oldu? Burada Orinoco çayıdır. Əsas məsələ Amazon çayıdır. Sonra San Francisco'dur və Paranadır. Mütləq bunları bilməlisiniz. Və Avstraliya çay göl baxımından ən seyrək materik Avstraliya materikidir. Nəhayətdə Avstraliyada göllər var, qurumuş göllər var. Avstraliyanın ən əsas çayı bir dənə Murray çayıdır. O da deməli Murray və qolu Darling çayıdır. Darling çayı Murraydən daha uzun olmağına baxmayaraq, Murray çayından belə bir sual düşə bilər ki, nəyə görə Darling çayı Murray çayından uzun olsa da əsas çay götürülmür. Əsas çay Murray götürülür, çünki Murray Darlingdən kifayət qədər bol suludur. Bol sulu. Bu söz, bu cümlə kitabda da var, ona görə diqqət etməliyik. Murray çayı bol suludur deyə, Darling uzun olsa da onun qolu hesab edilir. Əsas çay Murray çayı hesab edilir və göllər mövzusunda ayrıca keçəcək.